Hamınıza salam. Gəlin bugün birlikdə ISO 9001-in dünyasına baş vuraq. Bu sadəcə bir standart deyil. Əslində bütün dünyada şirkətlərin uğur qazanmaq üçün istifadə etdiyi bir növ yol xəritəsidir. Bax, bu loqonu yəqin ki, siz də çox yerdə görmüsünüz, elə deyilmi? Məhsulların üstündə, binalarda, veb saytlarda. Amma bu sadəcə bir stiker deyil, əslində bir güvən vədidir. Bəs yaxşı, bu vədin arxasında həqiqətən nə dayanır? Hər şeyin kökündə ISO dayanır. Yəni, Beynəlxalq Standartlaşdırma Təşkilatı. Təsəvvür edin ki, bu, bütün dünyadan standartlar üzrə qurumların bir araya gəldiyi nəhəng bir federasiyadır. Məqsədləri nədir? Çox sadə. İstifadə etdiyimiz məhsul və xidmətlərin keyfiyyətli, təhlükəsiz və səmərəli olmasını təmin etmək. İndi ISO-nun minlərlə standartı var, amma onların arasında biri var ki, o sanki bir ulduz kimi parlayır. Bu, ISO 9001-dir. Bu, sadəcə bir sənəd deyil, bu, keyfiyyət idarə etməsi üçün qlobal bir etalondur. Bir şirkətin bütün dünyaya, bəli, biz keyfiyyətli iş görürük deməsinin beynəlxalq dilidir. Bax belə. Yaxşı, bəs ISO 9001 konkret olaraq nə işə yarayır? Mahiyyəti nədir? O, şirkətlərə keyfiyyət idarə etmə sistemi ya da qısaca desə KIS qurmaq üçün bir bələdçi rolunu oynayır. Gəlin görək bu KIS dediyimiz şey əslində nədir? KIS-i gəlin bir binanın memarlıq layihəsi kimi təsəvvür edək. Dəqiq, aydın bir plan. Bu layihə göstərir ki, şirkət keyfiyyəti təsadüfən yox, hər dəfə eyni yüksək səviyyədə planlı şəkildə necə təmin edəcək. Yəni, kimin nə iş görəcəyi, bunu necə edəcəyi və ən əsası, nəticələrin necə ölçüləcəyi hamısı burada aydın şəkildə yazılıb. Və bu layihənin, bu sistemin təməlində çox vacib bir fikir dayanır. Proses yanaşması. Nə deməkdir bu? Yəni, şirkətə bir-birindən ayrı şöbələr yığını kimi yox, bir-birinə bağlı, bir zəncirin halqaları kimi proseslər toplusu kimi baxmaq. Hər bir halqa digərini gücləndirir və bütöv bir sistem yaradır. Bax, bu sxem prosesin necə işlədiyini əla göstərir. Fikir verin, hər bir prosesin girişləri var. Bu, məsələn, xam mal ola bilər ya da bir müştəri sorğusu. Sonra bu girişlər müəyyən fəaliyyətlərdən keçir, yəni emal olunur və nəticədə çıxışlar yaranır. Bu da ya hazır bir məhsul olur, ya göstərilən bir xidmət, ya da hətta verilən bir qərar. ISO 9001-in bütün məqsədi məhz bu axını mümkün qədər səmərəli və keyfiyyətli etməkdir. Yaxşı, aydındır. Bir sistem qururuq. Bəs bu sistem necə olur ki, zamanla köhnəlmir, əksinə daim təkmilləşir? Onu hərəkətdə saxlayan, daima irəliyə aparan sadə, amma inanılmaz dərəcədə güclü bir mühərrik var. Bu elə bir mexanizmdir ki, şirkətin yerində saymasının qarşısına alır, onu daimi inkişafa sövq edir. Və budur o mühərrik, PDCA dövriyəsi. Yəni, planlaşdır, icra et, yoxla və tədbir gör. Bu 4 sadə söz bütün ISO 91 sisteminin döyünən ürəyidir. Və ən vacibi, bu bir dəfə edilib bitən bir iş deyil. Bu, dayanmadan təkrarlanan, keyfiyyəti daim yuxarı qaldıran bir dövriyyədir. Gəlin bu addımlara birlikdə baxaq. Birinci, planlaşdır. Yəni, nəyə nail olmaq istədiyimizi və bunun üçün nə edəcəyimizi müəyyən edirik. İkinci, icra et. Sadəcə planı həyata keçiririk. Üçüncü, yoxla. Görək planlaşdırdığımızla əldə etdiyimiz nəticə üst-üstə düşürmü? Və nəhayət dördüncü, tədbir gör. Nəticələrə baxıb, gələn dəfə daha da yaxşı olmaq üçün nəyi dəyişməli olduğumuza qərar veririk. Və sonra, bəli, dövriyyə yenidən başlayır. Amma bu PDCA mühərriki, necə deyərlər, öz başına fırlanmır. Ona istiqamət verən fundamental prinsiplər, bir növ yol göstərən bir fəlsəfə var. Və budur o 7 prinsip. Onlar bütün bu sistemin, yəni KIS-in təməl daşlarıdır. Müştəriyə fokuslanmaqdan tutmuş, liderliyin vacibliyinə, insanların prosesə cəlb edilməsinə, faktlara əsaslanan qərarlar verməyə qədər, bütün bunlar bir araya gələndə, təşkilatın daxilində güclü bir keyfiyyət mədəniyyətinin, sanki onun DNT-sinin yaranmasına səbəb olur. Yaxşı, bütün bunları dinlədikdən sonra ağla bir sual gəlir. Bütün bu zəhmətə, bu qədər işə dəyərmi? Şirkətlər niyə bu qədər mürəkkəb görünən bir sistemi tətbiq etmək üçün vaxt və resurs sərf edirlər? Cavab, əlbəttə ki, bunun real dünyada gətirdiyi nəticələrdədir. Bax, bu cədvəl fərqi çox aydın göstərir. ISO 9001 olmadan nə baş verir? Qeyri-sabitlik, hər şeyin təxminlər üzərində qurulması. Standartlı isə tam əksi, etibarlılıq. Hər qərarın rəqəmlərə, məlumatlara əsaslanması. Durğunluq əvəzinə isə
daima daha yaxşıya doğru irəliləmək, yəni davamlı təkmilləşmə. Qısacası, məsələnin özəyi budur. ISO 9001 şirkətlərə imkan verir ki, müştərilərinin tələblərini hər zaman qarşılaşsınlar, onları məmnun etsinlər, riskləri ağıllı şəkildə idarə etsinlər və ən əsası, bazarda desinlər ki, biz keyfiyyətə önəm veririk və bunu sübut edə bilərik. Yəni bu, sadəcə bir kağız parçası, bir sertifikat deyil. Bu, daha güclü, daha dayanıqlı bir biznes qurmaq üçün əvəzsiz bir alətdir. Və sonda bir məqamı unutmayaq. ISO 901-in mərkəzində dayanan bu PDCA məntiqi təkcə nəhəng korporasiyalar üçün deyil. Bu məntiq əslində hər yerdə işə yarayır. Bir anlıq dayanıb düşünün. Sizin öz işinizdə, hətta şəxsi həyatınızda bu sadə 4 addımı planlaşdır, icra et, yoxla, tədbir gör. Tətbiq edərək nəyi daha yaxşı edə bilərsiniz? Cavab sizi bəlkə də çox təəccübləndirəcək.